Balam, prezident səni qoyub ki, islahat keçir. İslahatı təmin elə, korrupsiyanı aradan qaldır, vəziyyəti yaxşılaşdır, rifahı yaxşılaşdır. Sən deməyib ki, ged 190 min ailənin çörəyin kəs, pensiyasını kəs, qanunsuz adı ilə onları çörəkdən məhrum elə. Bu təkcə pensiya deyildi, onların dolanışıq mənbəyidir. Niyə bu hökumətdən bu boyda biz qələbə qazanmışıq? Bu boyda prezidentimizin arxasında nə vaxta kimi gizlənəcəksiniz? Nə vaxta kimi bu islahatları aparmayacaqsınız, hökumət? Nə vaxta kimi qaçacaqsınız? Nə deyirik, tərsinə eləyirsiniz? Argument tapırsınız. Uşaq pulu deyirik, eləmirsiniz. Deyirik, qazın, işığın, benzinin, çörəyin, qiymətini salın, tərsini eləyirsiniz. Hələ bundan sonra tərsini eləyir gedəcəksiniz. Yaratmışsınız bir dənə tarif şurası, onun arxasında gizlənirsiniz, artırırsınız. Cəmaat da bizə, mənim özümə nə səfə deyiblər ki, sən heç bir xahiş ediyor, məsələ qaldırma. Nə deyirsən, tərsini eləyirlər.